Aşağı ətrafların varikoz xəstəliyi olan insanların bilməli olduğu 5 vacib məsələ. Birincisi, uzun müddət ayaqüstə qalmaq və yaxud da ki, oturmaq. Venoz qan dövranını əhəmiyyətli dərəcədə pisləşdirir. İkinci məsələ, artıq çəki, bədən çəkisi. Yəni artıq bədən çəkisi təbii ki, venoz damarlar üçün ciddi problem yaradır və venoz durğunluqlara gətirib çıxarır. Yəni venoz qanın hərəkətinə maneçilik törədir. Üçüncü məsələ, çox vacib məsələlərdən biri, isti prosedurlardan qaçmaq. Yəni isti vanna qəbulu, ondan başqa saunada, hamamda olmaq, bunlar da venoz damarların genişlənməsinə və sonra isə digər ciddi problemlərə gətirib çıxara bilər. Dördüncü bilməli olduğunuz vacib məsələ dar paltarlardan, dar corablar, dar ayaqqabılar, bunlardan istifadə etmək. Bunlar da çox önəmli məsələlərdir. Çalışın ki, bədənə, aşağı ətraflara rahatçılıq verəsiniz və onu sıxmayan, komfort yaradan paltarlardan istifadə edəsiniz. Və beşinci vacib məsələ ayaqqabının dabanı məsələsi. Yəni, hündür dabanlı ayaqqabılardan istifadə etmək məsləhət görülmür. Ayaqqabının dabanının hündürlüyü maksimum 5 sm olmalıdır. Bu, artıq damarın venoz qanın normal işləməsinə şərait yaradır. Xahiş edirəm, bu sadalanan faktorlara diqqət yetirəsiniz. Sağ olun.